Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası ilə bağlı Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xidmət ərazisində yerləşən meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində tədbir keçirilib. Yanğın böyükdürsə, Yanğınsöndürmə Dairələri Nazirliyinə müraciət olunur və yanğınsöndürən bağlamalarına yanğına ilkin müdaxilə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası ilə bağlı meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və 13 saylı Regional Meşə Təsərrüfatının işçilərlə birlikdə tədbirlər həyata keçirilir. Bu tədbirlər əsas yol və əkin sahələri ilə meşə sərhədlərinin olan yanğına qarşı ara məsafələrin şumlanması, eləcə də meşə ərazilərində fəaliyyət göstərən ictimai yaşayış obyektlərinin rəhbərləri ilə və işçiləri ilə maarifləndirmə tədbirləri keçirilir. Tədbirin əsas məqsədi Bərdə rayonu ərazisində meşə yollar və əkin sahələri ilə həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanma işləri aparılıb, eləcə də meşə ərazisində fəaliyyət göstərən ictimai yaşayış obyektlərində maarifləndirici tədbirlər həyata keçirilib. Əlavə olaraq meşə ərazisində baş verə biləcək yanğına ilkin müdaxilə edilməsi əyani şəkildə göstərilib. Bu istiqamətdə 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən işlər davam etdirilir. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Gülbahar Ülkər, Aran TV Bərdə.